Bilirsiniz, bizim ibadətlərimizin mənəviyyatı niyə görə artmır? Ona görə ki, işimizi ibadət saymırıq. İş ibadət sayılmayacaqsa, namaz da ibadət olmaz. Namaz mənəviyyat verməz insana. İnsan iş görsün, bir dənə təcrübə eləyin, kim ki eləməyib. İş görün, yorulun, axşam yorğun halda dayanın, dəstəmaz alın, namaz qılın, görün namazın halı dəyişir yoxsa yox. Daha keyfiyyətli olur yoxsa yox. Burada bir dənə problem var. Problem odur ki, biz niyyətimizi düzəldə bilmirik. İşə ixlasla, qurbətən illallah yanaşa bilmirik. Belə bir niyyət eləyə bilmirik. İşə gedirsən, deyirsən ki, ilahi, qurbətən ilallah, işə gedirəm. Bir dənə zirənk mələk çıxar, deyər ki, doğrudan qurbətən ilallah, bəs maaş alırsan axı. Onu necə eləyək? Burada niyyət eləmək çətinləşir, problemə çevrilir. Çətinləşir işin niyyətini Allah üçün eləmək. İlahi, dərs oxuyuram, qurbətən ilallah. Bəs diplom necə? Axı, o da var ki, diplom alın, sonra desinə filan kəs ali təhsillidir, filan yeri qutarıb. Çətin məsələdir, məsələ çətinləşir. İşə niyyət eləmək çətindir, çünki faydası göz qabağındadır. Ona görə çoxu boyun qaçırır, deyir ki, bu necə buna nə niyyət eləmək olar? Amma namaza asandır. Namaza niyyət eləmək asandır. Namazdan dərhal bir fayda götürmürsən axı. Namaz elə qurbətən illallah olar. Amma işə gələndə çətindir. Namaza bir şey vermirlər axı adama. Ona görə elə başqa çarəm yoxdur, qurbətən illallah namaz qılıram. Hərçənd bəziləri bunu da bacarmır. Amma o işlər ki, nəticəsi var göz qabağında, o fayda mane olur ixlasla onu eləməyə. Fayda qarışdırır. O işlər ki, faydasını dərhal götürürük, onlar üçün ixlasla niyyət eləyə bilmirik. Bu işlərdə ixlas daha dəyərlidir. Bilirsiniz? Namazın qurbətənillallah qılınmasından daha dəyərli işin qurbətənillallah görülməsidir. Çünki çətindir niyyət eləmək. Qarışdırır adam niyyətini. Ona görə Quranda buyurur, Qul innə səlati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin. De, mənim namazım, ibadətim, bu asandır. Namazım və ibadətim. Ondan sonra həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Yəni həyatım. Çörək yiyirəm qurbətən illallah. Allah üçün. Çünki Allah olmasaydı yeməyəcəkdin. Qarnın aclı çörək yiyirsən, niyyət eləyə bilmirsən axı. Çətindir. Deyir o, tamaşada deyir ki, siz benim toydan toya paltar giyinirsiniz. Sən onsuz da mədən yemək tələb eləyir, yiyirsən, necə niyyət eləyəsən ki, Allah üçün olsun? İşləyirəm Allah üçün, mən dərs oxuyuram Allah üçün. Bunu necə həll eləyək? Bu ayədə görürsən, asandan çətinə gedir. Deyir, mənim namazım, ibadətim, həyatım və ölümüm aləm üçündür. Aləmlərin Rəbbi olan Allah üçündür. Namazım, ibadətim asandır. Həyatım Allah üçün.